Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşləqanın tam mərkəzinə yaxın, notariusa yaxın və tam yola yaxın 2 sot torpaq sahəsinin üzərində var belə bir təcili həyət evimiz çıxıb. Allah kəsin malının mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Bir zal, 3 yataq, bir mətbəx, bir sanceldən ibarətdir. Paket bütçədən qeydiyyat ölçülmək olur, həm ipotek üçün yararlıdır. Bütün əşyalar qalır, yəni əşyalar götürülməyəcək. Yalnız bir soyuducu götürüləcək və qiymət 98.000 manatdır. Reallıq olsa endirim də olur. İnşallah həyət hissəsini sizlərə təqdim edək. Evin sağ və sol hissəsinə rahat bir şəkildə keçid etmək olur. Evi tam şəkildə də izləyicilərimizə göstərək və giriş hissəsini sizlərə təqdim edək. Həyətə də maşın rahatçılıqla daxil olur. Həyətin işıqlandırılması var, sadəcə yeniləmək lazımdır. Evin ön hissəsində göstərmişdik sizlərə. Padvalına qədər var. Və daxil olaraq evin içərisinin təqdimatını və evin içərisini sizlərə təqdim edir və istiliyi və kombidir. Buradan giriş hissəsini qədər zəhmət olmasa və giriş hissəsini təqdim edək sizlərə və evdə nə görülsə qalacaq. Yalnız qeyd etdiyimiz kimi bir soyuducu götürüləcək. Keçək zal hissəsini təqdim edək sizlərə. Səliqəli bir zalı var. Zal hissəsidir və keçək yataq otaqlarının təqdimatına. Burada bir yataq otağıdır. Üzr istəyirəm, bir zal, 2 yataq, bir mətbəxdir, bir sanuzeldir. İkinci yataq otağını təqdim edək. Və mətbəx hissəsini təqdim edək. Mətbəx tam hazır bir vəziyyətdədir və əşyalar da qalır. Və keçək sanuzel hissəsinin təqdimatına. Sanuzel genişdir və aksesuarları yerində qalmışdır. Və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məşləqanın mərkəzinə yaxın və notariusa yaxın 2 sot torpaq sahəsinin üzərində inşa edilib. Bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarət sənəd paket bütçəm qeydiyyata düşməyə və ipotek üçün yararlıdır. Və əşyalar tam olaraq qalır, yalnız soyuducudan başqa. İlkin olaraq qiymət 98.000 manatdır. Reallıq olaraq ev sahibi tərəfindən endirim olunsa və səhifəmizi izləsin. Məşləqanda əməkdaşlar və rəhbərimiz sizlərdən təşəkkürümüzü bildiririk.